Bismillahirrahmanirrahim və bihi nəstəin. Orucluğun fəziləti barədə mövzumuz davam edir. İmam Sadiq əleyhissalam hədislərinin birində buyurur ki, Allah belə buyurur: bəndəm əgər mənim məhəbbətimi qazanmaq istəyirsə, ən gözəl məhəbbəti qazanmaq yolu ona buyurduğum vacibatlar vasitəsilədir. Yəni bir insan Allaha yaxınlaşmaq, Allaha bəndəçilik və Allahın məhəbbətini qazanmaq istəyirsə, gərək ilk öncə vacibatları yerinə yetirə. Bu, Ramazan ayının orucu vacib əməllərdəndir və Allahın bizdən vacib istədiyi bir əməllərdən oruc tutmaqdır. O baxımdan insan edə bilər ki, oruc tutduğu halda, Ramazan ayından faydalanmaq halında Allaha bəndəçilik edə və Allahla öz arasını düzəldib Allahın məhəbbətini qazanan. Çünki Allahın vacib buyurduqlarını Allah Taala istəyir və yerinə yetirməyi bizdən tələb edir. Bu müstəhəb əməllər kimi deyil. Müstəhəb əməli insan edə bilər ki, etsin, edə bilər etməsin. Amma vacib buyurduğu əməldə Allah Taala etməyən üçün cəza təyin edir. Bu baxımdan insan Allaha bəndəçilik etmək üçün onun vacib buyurduğu əməlləri gərək yerinə yetirsin. Onlardan biri də dediyimiz kimi Ramazan ayının orucunu tutmaqdır. İmam Sadiq əleyhissalam digər bir hədisində buyurur ki, mömin dünyadan kənar duran zaman ali məqamlara yüksələr. İnsan Allah dərgahında yüksəlmək istəyərsə, məqam qazanmaq istəyərsə, Allahın məhəbbətini qazanmaq istəyərsə, gərək bir qədər dünyadan kənar dursun və dünyadan kənar durmağı bacarsın. Dünyadan kənar durmaq, dünya nemətlərindən kənar durmaq demək deyil. Dünyadan kənar durmaq, yəni dünyanın insana açdığı o batil qapılar, dünyanın insana açdığı fəlakət qapılar, dünyanın insana açdığı bədbəxtlik qapılarından gərək insan uzaq dursun. Bu da haramları yerinə yetirmək və Allaha qarşı isyan etməklə bu qapılar insanın üzünə açılır. Ona görə dünya deyəndə, dünya məzəmmət olunanda, istər Quran ayələrində, istər hədislərdə, burada haram və batil əməllərdən söhbət gedir. İnsanı azdıran dünya malı və dünya əməllərindən söhbət gedir. Bu baxımdan mömin gərək dünyadan bir qədər kənar durmağı bacarsın ki, ali məqamlara yüksələ bilsin. Allah məhəbbətinin şirinliyini dadar. Dünyadan uzaq duran Allah məhəbbətinin şirinliyini dadar. İmam Sadiq əleyhissalam buyurur və dünyapərəstlərin nəzərində ona divanə kimi baxarlar. Bəzi insanlar dünyanın haramlarına aludə olmayanda, dünyanın haram məsələlərində iştirak etməyəndə, məsələn, haram məclislərdə, haram yerlərdə görünməyəndə, dünyapərəst insanlar ona bir qəribə baxırlar. Hətta onu zəmanənin divanəsi adlandırırlar. Necə ki, Əbu Zər, Allahın rəhməti olsun ona, onu dövrünün divanəsi adlandırırlar. Çünki Əbu Zər dünyapərəstlərə və dünya eş-işrətinə qarşı çıxırdı. Bu baxımdan insan dünyapərəst gərək olmasın və dünyapərəst olmamaq üçün də, dünyadan kənar durmaq üçün də Ramazan ayı, orucluq ayı gözəl bir fürsətdir. Allah məhəbbəti qazanmağın, Allah yanında məqam qazanmağın iki yolunu bizə qeyd edir bu hədislər. Birinci budur ki, Allahın vacib buyurduğu əməlləri yerinə yetirmək, orucluq Allahın vacib buyurduğu əməllərindən biridir. İkinci, dünyadan uzaq durmaq. Nə olsun, bəziləri oruc tutur, amma dünyadan, dünya haramlarından heç də uzaq durmurlar. Görərsən ki, bəzi insanlar hətta oruc tuta-tuta belə bəzi Allaha xoş getməyən əməlləri yerinə yetirirlər. Bu baxımdan insan bu iki əməli yanaşı edərsə, Allah yanında məqam qazanar və Allahın məhəbbətini qazanar.